Atletico Madrid uzun zamandan sonra qələbə qazanır. Atletico Madrid 3, Atletik Bilbao 2. Chelsea 1-0 hesabı ilə qələbə qazanaraq kubokun finalına yüksəlir. Burada onun rəqibi Manchester City olacaq. Inter 2-0 hesabı ilə üstün olduğu oyunda qələbəni əldən verdi. Torino 2, Inter 2. Galatasaray 3-0 hesabı ilə qələbə qazanır. Real Madrid fanatiyam, amma bu söz deməliyəm. Mövsümün anekdotu olan Real Madrid və Vinicius'la Mbappe komandası bu səfər Real Betis'i məğlub eləyə bilmədi. Real Betis 1, Real Madrid 1. Sanki bu komandada ulduz futbolçular özlərini klubdan üstün tutmağa göstərirlər. Bavariya 3-0 hesabı ilə məğlub olduğu oyunda comeback eləyərək 3-4 hesabı ilə qələbə qazanır. Mainz 3, Bayern München 4. Liverpool Crystal Palace'ı 3-1 hesabı ilə məğlub elədi, lakin Məhəmməd Salah zədə aldı və ola bilər ki, bundan sonra artıq Məhəmməd Salahı Liverpool formasında görməyək. Səbəb isə oyunçu həm klubu tərk eləyəcək, həm də ola bilər ki, bundan sonra zədə səbəbi ilə Məhəmməd Salah Liverpool formasında meydana çıxmasın. Manchester City 2-1 hesabı ilə qələbə qazanaraq kubokun finalına yüksəldi. Orada onun rəqibi Chelsea olacaq. Nico Gonçalvesin vurduğu gol həqiqətən çox möhtəşəm idi. Tottenham səfərdə minimal hesabla Wolverhamptonu məğlub elədi, lakin Tottenham yenə 18-ci pillədədir və yenə çempionşipə getməyin bir addımındadır. Bir zəhmət kanala abunə olun, davam eləyək. Xetafe Barcelonaya məğlub oldu. Xetafe 0, Barcelona 2. Məni çoxlan izləyənlər Arsenaldan xoşum gəlmədiyini bilirlər. Arsenal bu səfər ürək bulandırıcı futbolda Newcastle 1-0 hesab ilə məğlub elədi, lakin əsas mənim üçün nəticədir. Komanda necə oynayır, oynasın. Sadəcə Arsenaldan xoşum gəlmir. Yəni Chelsea-də bu mövsüm kuboku, üzr istəyirəm, Manchester City-də bu mövsüm kuboku uduza bilərlər. Sonda Napoli 4-0 hesabı ilə inamlı qələbə qazandı.